günləri yenə hacı dostumuz gəlib yanımıza, sağ ol qardaş, yenə bizə havalə elədin başını və dedik ki, bunu təzələmək lazım. Abisi bir ildən çox keçib, başını təzələn istəyir, gözəl kosmetik işləri eləyək, bəziyə, üzərində, bəzi yerlərdə çıngıllardan atma şeylər var, daşlardan var, çünki bunun tank kimi maşındır, bu tank kimi sürür hər yerə. Mükəmməl də qəşəndir, frizqalikləri dəyişəcək, bəzi detalları black edition eləyəcək. Və arxada bir sürprizimiz var, istəyirəm onu göstərim. Tədbirdəyik, bizim bir məşhur bir çempionumuz var. Bunu bütün Azərbaycan tanıyır. Yəqin o da baxın ki, biləcək ki, söhbət edilir. O şimdi gəldi, mən dedi ki, yani bir balaca sənin üzücü xəbərin var, dedim, məkənə soğuk duyulur. Ki, bəs maşını bir balaca sürtmüşəm. Balaca sürtüb, xahiş edirəm bunu yaxından Bunu çək. yaxından göstər, balacasına bax bunu. Qırılıq əzili bu şeydir, Onda amma əzili. düzələn şeydir. Düzələn şey, düzəlməyən ölmə bir sayı yoxdur. Yani, bu var sınav. Düzələndən sonra da hacı deyəcək kimdir. Deyəcəm, O da çox məşhur bir idmançıdır. Onu gətirəcək, o gəlməlidir bura. O O gəlmir. gəlib Arifi görməlidir. İsmail. Amma sağ ol. Sonda. Nəysə, sonra çəkərik Opş avtomobilin görüntüsünü və əvvəl sonrasını özümüz görəcəyiz. İnşallah.